Sovet mekanında, biraz ondan sonra da hələ bir-birinin evinə qonaq getmək gözəl bir adət idi. Atalarımız, analarımız, nənələrimiz həmişə deyib ki, qonağın ruzusu özündən qabaq gedir evlərə. Həmişə kim qonaq gəlirdi, birinci əli boş gələn yox idi. İkinci də ki, gələnlərin ruzusu özündən qabaq gəlirdi və sən Allah verdiyindən nəyin var, hamısını yığırdın masanın üstünə və ürək açıqlığı ilə otururduq, söhbət eləyirdik, gecəyəcən oturub söhbət eləyirdik, gülmək, danışmaq, xoş bir əhval-ruhiyyə yaranırdı. İndiki cavanlar heç kimi qınamıram, qınamaq məqsədim də yoxdur. Ancaq çalışıram ki, bax bu efirlərlə, bu danışıqlarımla çalışıram ki, biz adətlərimizi yavaş-yavaş dala gətirək. Və başlayaq onların mühümliyin, onların vacibliyin başa düşək və başlayaq onlara təzədən onları öz həyatımıza gətirmək istəyirəm.